İndi kim şəhid olacaq? Allah Taala'ya qurban olsun. Allah Taala'nın dərgahına gedir. Bir şey ki, şəhid gedəndə o mərtəbəyə Peyğəmbər qalxır ayağa, şəhid gələndə. Başa düşdünüz? O zirvəyə ucalmağın nəyə pisdir ki? Hər kişiyə o nəsib olmur. O şəhidlərin atılan dırnağı döyürük biz hələ ki. Nə vaxt şəhid olacaq, onda onlara bərabər olacaq. Və yaxud nə vaxt bayrağı sancacaq Şuşaya, qələbə gününü elan edəcək Azərbaycan, onda o şəhidlərə bərabər olacaq və onların qisasını alacaq. Və alnımıza vurulan bu damğa belə şərəfsiz. Bax, o damğanı təmizləyəcək. Bax, onda olacaq biz bərabər o şəhidlərimizə. Başa düşdünüz? Bizə bu günləri bir dənə məqsəd var qabağımızda, qoyulan tapşırıq var. Üzü Qarabağa, düşmənin üzərinə, düşmənə aman vermədən onu nə eləmək, məhv eləmək, darmadağın eləmək, bölmələr çedir, otduqları mövqelərdən çıxır.